Yok, başlayalım. Çekim tercih et. Başla. Boş mu tamam? Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci, Allah'ın bütün nimetlerine şükürler olsun. Allah Teala bize böyle nimetler verip, ve o cümlelerden en büyük nimet, hidayet nimetidir, doğru akide olmak nimettir. Ve sonra, sevgili kardeşler, Allah Teala kardeşimizin kestiği akideyi kabul etsin, evladın salihlerden etsin. Ve sonra, Əhl-i Sünnə və Cəmaanın akidesinin saf olması hakkında, doğru olması hakkında ve değişilməzliği hakkında danışmak istəyərdim. Ve bilirsiniz ki, Əhl-i Sünnə və Cəmaanın akidesi kitab ve sünnə üzərindədir ve onu sələfin fəhmi ilə, sahabələrin fəhmi ilə yəni anlaması üzərindədir. Ona göre de her birimiz bu meseleye çok dikkat etmeliyiz. Akide meselesidir. Akide meselesi bilirsiniz ki önemli meselelerden birisidir ki Əhl-i Sünnə buna həmişə çok ciddi şekilde yanaşırdı. Ve o cümleden sevgili kardeşler, Allah Subhanahu Teala buyurur ki Alam tara keyfe daraballahu meselen kelimeten tayyibeten keşederetin tayyibetin atluha thabitun ve far'uha fis-sema. Allah Teala misal çekti. O güzel ağacı, yani hurma ağacı misal çekti ki onun kökü yere bək vurulup, bək yapışıb ve budaqları göğe yükselir. Ve tevhid kelimesi de la ilahe illallah da yani bu cürmü möhkəmdir. Ve həmçinin sevgili kardeşler, Allah Teala buyurur ki ya eyyühellezine amenu istecibu lillahi ve lirrasuli izâ da'akum lima yuhyikum. Ey iman getirenler, Allah'a ve Resuluna icabet edin, sizi davet edilende. O şeye davet edilir ki yuhyikum, size hayat, əbədi həyatı öylədir. Bu həyatı, yəni dirilməyi, canlı olmağı, möhkəm olmağı öylədir. Və ona görə də sələflərimiz həmişə bu məsələdə ciddi olurlar. Həmli qardaşlar, bilirsiniz ki, Əhl-i Sünnə alimləri çoxlu kitablar yazıblar və çoxlu bu məsələdə danışıblar. Və onlar həmişə qorunub, saxlanıb. Necə ki, İmam Buxari rəhmətullah aleyhin həyatını yəqin bilirsiniz və onun əleyhinə çıxanlar var idi. Və onlar bugün heç bir xatırlanmır, amma onun səhih yazdığı kitab, daha doğrusu topladığı kitab Resulullah sallallahu aleyhi ve sellem'in kəlamın Qurandan sonra ən səhih kitab sayılır. Və ona görə də Əhl-i Sünnənin kitabları həmişə bidət əhlinin, xurafat əhlinin kitablarını, yazdıqlarını, aqidəsini duzlu suda əritdiyi kimi əritir. Və ona görə də yəni onlara baxmaq lazımdır keçmişliklərə. Onlar nətər qoruyub saxlayıblar. Onlar heç bir şey dəyişmədən, təhrif etmədən. Necə ki, Resulullah sallallahu aleyhi ve sellem öyrətmiş ki, birincilər bilirsiniz kimlərdir? Sahabələrdir və onlardan sonra dərs alanlardır onlardan və o cürmü ötürüb keçənlərdir ki, onlar heç bir şey özlərindən icad etməmişlər, çıxarmamışlar, yəni bidət etməmişlər. Və həmçinin əvvəlkiləri də, yəni sonrakilər də əvvəlkilərə müxalif olmayıblar. Və Resulullah sallallahu aleyhi ve sellem də buyurdu ki, məndən sonra kim yaşasa, yəni sonra çoxlu ixtilaflar gələcək, sizə sünnəmi və raşidi xəlifələrin sünnəsini yəni tövsiyə edirəm və onlardan arxa dişlərinizdən möhkəm yapışın. Yəni çox möhkəm bir şəkildə yapışmağı tövsiyə edir Resulullah sallallahu aleyhi ve sellem. Və mühüm, sevgili qardaşlar, gördüyünüz kimi
bu ayətdə, bu hədislərdə və böyük alimlərimizin, keçmiş alimlərimizin bu əqidəyə möhkəm bağlanması və onu təhrif etmədən çatdırması və təhrif etmədən onu qoruyub saxlaması, yazması olmuşdur. Və Allah Subhanahu taala buyurur ki, yu'tihi men yasha vallahu zul fadlil azim. Allah Subhanahu taala kimə istəsə nemətini bəxş edir, o həqiqətən də əzəmətli lütf sahibidir. Və Allah Subhanahu taala əlbəttə bunu qoruyub saxlayır. Və bəzi məsələlər var ki, onları bilmək lazımdır. Həm əqidəmizin saf olmasın və həm də ki, sənin bu əqidədə möhkəm olub qoruyub saxlamağı özünü. Ən birinci bilməlisən ki, Əhl-i Sünnə və Cəmaa Quran və Sünnədandır. Yəni, möhkəm yaxşır və bunları heç bir şəkildə nə eləmirlər? Tərk eləmirlər. Və Allah Taala'nın ad və sifətlərində nətər ki, Quran və Sünnədə gəlib onu qoruyub saxlayırlar və onu möhkəm təbliğ edirlər və əməl edirlər. Və onu görə də Allah Subhanahu taala Risalə Allahdandır və ona çatdırmaq Peyğəmbər sallallahu aleyhi və səlləmindir və təslim olmaq da bizim boynumuzdadır. Deməli, Risaləni göndərən Allahdır, təbliğ edən onun elçisi Rasulullah sallallahu aleyhi və səlləmdir və bizim boynumuza da düşən odur ki, onu əməl edək, təslim olaq ona. Və həmçinin Əhl-i Sünnənin dediyimiz kimi əsas odur ki, onlar Quran və Sünnə üzərindədir. Yəni, Quran və Sünnə əsas onların qayıtdığı nöqtələrdəndir ki, əgər insan bunları bilməsə, əlbəttə ki, ondan uzaq düşsə, yoluna azıcı edir. Və həmçinin, sevimli qardaşlar, ikinci məsələ odur ki, sələfin, yəni etiqad məsələsində onlar hər bir halda Quran və Sünnəyə heç bir nöqsanlıq olmamasına inanırlar. Yəni, Allah Taala'dan gələn Quran və Sünnəyə heç bir nöqsan olmadığına inanırlar və bunu əlbəttə ki, bu Allah tərəfindən göndərilən bir kitabdır. Və Allah Subhanahu taala buyurur ki, "Əl-yevmə əkməltu lakum dinakum." Mən bugün sizin dininizi tamamladım. Yəni, əqidəni, ibadətləri, əxlaqı tamamladı həm də, bütün hər bir şey. Və heç bir naqısı yoxdur. Və ətməmtu aleykum nə'məti və rəzitu ləkumul İslamə dinə. Və nədir? Sizin üçün nemətimi tamamladım və sizi İslam dini olaraq sizin üçün bu dini seçdim. Və əlbəttə ki, ola nədir? Sünnədir. İnsanlar ona nəyə ki ehtiyac var, insanlar nəyə ki ona ehtiyacı var və həmin bu Allah Subhanahu taala onları neynədir? Öyrətdi və tamamladı onları. Və ona görə də hər bir insan bunları, müsəlman bunları bilməlidir ki, yolundan azmasın və sabit qalsın. Və həmçinin Əhl-i Sünnənin sabit olması odur ki, onlar heç bir şeyi danışanda heç bir şeyi dəyişmirlər. Yəni, olduğu kimi çatdırırlar. Əhl-i Sünnənin sifətlərindən birisi odur ki, onlar heç bir məsələni, Quran və Sünnədə gələn məsələni dəyişmirlər və onu nə cür gəlib, o cürmü qəbul edirlər və ora qayıtırlar Quran və Sünnəyə. فَاِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّٰهِ وَالرَّسُولِ اِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا. Aranızda bir ixtilaf olarsa, onu neyin? Allah və Rəsuluna qaytarın. Yəni, Quran və Sünnəyə qaytarın. Bu daha sizin üçün xeyirlidir, yəni daha yaxşıdır. Və Əhl-i Sünnədə həmişə bu məsələdə, yəni dildə deməyiblər, onu qəbul edirlər və onu o cür yaşayıblar və o cür eləyiblər və heç vaxt kimlərin səraylarına, ağıllarına neynəmlə qayıtmayıblar. Və ona görə ki, insanların ağlı müxtəlifdir. Hər hanın bir düşüncəsi var, hər hanın bir cür fəhmi var.
Əgər o məsələləri qaytarsaq kiminsə fikrinə, onda arada nədir ki, bugün gördüyümüz ixtilaflar düşür. Səbəb odur ki, Quran və sünnədən uzaq düşmək və Quran və sünnənin Rasulullah sallallahu aleyhi və səlləmin öyrətdiyi kimi və onun sahabiləri başa düşdüyü kimi etməməyinə görə bu cürmü bölünmələr olur. Və bilirsiniz ki, insanın fitrəti var. Rasulullah sallallahu aleyhi və səlləm həmçinin əhl-i sünnənin sifətlərindəndir və bu fitrətli salamat da onların. Çünki Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, insan dünyaya gələndə, evladı dünyaya gələndə, doğulanda fitrət üzərində doğulur. Fitrət nədir? Allah Teala onu öz ağlıyla, şuurlu şəkildə şuur verir ona və ona yaxşı şeylər verir. Və sonra deyir, onun valideynləri ya xristiyan, ya nasrani, ya yahudi eləyirlər, ya məcusi eləyirlər, yəni onu deyişirlər. İnsan deməli fitrətində salamatdır. İnsan fitrətində salamatdır. Nətər ki, Allah Teala buyurur ki, xalaqtu ibadi hunafa kulluhum və innahum atathum aş-şeytanu fəctəlatəhum an dinihim. Deyim, Allah Teala buyurur ki, mən qullarımı deyib, doğru yolda hamısını yaratdım, yəni ki, hənif yaratdım. Amma şeytan onları gəldi sonra neynədi? Yoldan azdırdı. Deməli, insanın fitrəti salamatdır, fitrəti qoruyub saxlamaq lazımdır. Yəni, insanın azmasına səbəb, Quran və sünnədən uzaq düşməsinə səbəb fitrətin körlanmasıdır. Və Allah s.ə.v. gözəl şəkildə yaratır və sənə şuur verib, sənə kitab göndərib ki, o fitrəti körlama. Nəsəl ki, sən uşağı tərbiyə eləyəndə, görürsən ki, tərbiyə eləyəndə, məsələn, o cür tərbiyə vermirsən, amma görürsən, gedib kiməsə qoşulanda, sənin o öyrətdiyin o tərbiyədən uzaq düşəndə uşaq nətər azdır. Və ona görə də, yəni, Allah Teala insanı təmiz fitrətdə yaratıbdır. Ona görə də insan, yəni, əhl-i sünnədə fitrətdə təmiz olurlar, həmişə, yəni, alimlərimiz, onlar heç vaxt yalan, heç vaxt uydurma, belə şeylərə getmirlər. Heç vaxt görməzsən ki, əhl-i sünnə alimi, əhl-i sünnə yolun gedən onu eləsin. Əgər o onu eləyibsə, deməli, oradan deyil və o, əhl-i sünnədən deyil. وَإِنَّهُمْ لَيَسُدُّونَهُمْ عَنْ السَّبِيلِ يَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ. Və onlar deyil, elə bil ki, yoldan, şeytanlar onları yoldan azdırır və onlar o yoldan azdıqları şeyləri yaxşı görüb elə bilirlər ki, onlar doğru yoldadılar, başqa bir adı gəlir ki, onlar hələ bilirlər ki, hidayət yolundadılar. Və ona görə də, yəni, fitrəti korlamaq olmaz. Fitrəti korlayanda fitrətallahi illəti fətərən nəsə aleyhə lə təbdilə li xalqillahi zəlikə dinul qaym və ləkin əktərən nəsi lə yələmun. Deməli, Allah s.ə.v. insanı dediyimiz kimi fitrətdə, yəni gözəl, onun şuurunda, onu gözəl, yaxşı şeylər və həmçinin başqa şeylər yaratır. Və onun insanın, yəni azadlıq da verib və o azadlığı həddi aşmamaq, yəni ona artıq günahlara sərf etməmək üçün görürsünüz ki, yollar göstərib, Peyğəmbər göndərib bizə ki, onlardan uzaq duraq və yolumuzu azmayaq. Və əgər insan fitrətini körləyərsə, artıq şübhələrə düşür, fəsada düşür və müxtəlif rəylərə düşür, müxtəlif fikirlərə düşür və gördüyümüz kimi insan azır. Və həmçinin səhih ağıl, doğru, düzgün ağıl, qərar verən ağıl. Düzdür, hər bir insanda ağıl var, amma əhl-i sünnədə xüsusən bu məsələlərə ciddi yanaşırlar və ağlı məsələlərdə yəni heç vaxt şəriəti də sonraya salmırlar. Yəni Quran və sünnəni ağılla başa düşmürlər. Quran və sünnəyə ağılların tabi edirlər. Və bu da onların ağıllarının ən ağıllı, ən salamat əhl-i sünnədir. Və heç vaxt onlarda görməzsən ki, onlar təhrif etsinlər, yalan danışsınlar. Necə ki, məsələn, bu günləri görürsən ki, dərsdən məsələn müəyyən alıntılar götürürlər, kəsirlər və görmüş nəsə danışırsan və yaxud da hansı sözü bir yerini götürürlər, əhl-i sünnədə heç vaxt olmuyor. Hətta məsələn bizdən əvvəlkilər də və bugün də belə şeyləri soruşanda deyir ki, bunlar haramdır, olmaz, nə varsa onu deməlisən. Və ona görə də insan öz havasına uyur və doğru yoldan azır. Əgərləri hər bir şeyi ağılına bağlayarsa, ağlı üstünlüğü verərsə, onda şəhadət kəlməsində dedirsin ki, əşhədu ənə Muhammedən Rasulullah yox, əşhədu ənə ağlımdır. Ağlımdır, yəni üstün. Deməli, sən Rasulullah s.ə.v dediyin qəbuldan ağlı qabağa verirsənsə, onda nədir? Sən deməli,
ağla, yəni Peyğəmbər s.ə.v-lə ağlı qabağa keçirdirsən. Və ona görə də insanların çoxsu nə edir? Azır. Həmçinin Əhl-i-Sünnə və Cəmaanın əqidəsində odur ki, onlarda rahatlıq var. Heç vaxt narahat deyirlər. Çünki onlar yəqinliklə bilirlər ki, onların getdiyi yol haqdır, şək və şübhə yoxdur və hər bir şey öz cəzasını alacaqdır, soruşulacaqdır. Öz əməllərinə görə qorxurlar ki, Allah Taala onları cəzalandırar və başqalarına böhtan atmırlar, çünki ona görə cavab verəcəklər və onlarda rahatlıq var öz əqidələrinin üzərində. Kim ki, məsələn, qəbullanmır, kim ki, məsələn, bir boş şeydir, kim nədirsə, onlar rahatlar. Onlar deyir və bilir ki, hər bir insan bundan soruşulacaqdır. Və ona görə də, amma əhli bidət əhlini həmişə görərsən ki, onlar gəh sağa, gəh sola, gəh bugün dediyin sabahdanır, gəh bu cürmü, özü dəyişilir tez-tez. Və ona görə də onların yolu doğrudur, Əhl-i-Sünnənin yolu doğrudur. Bəli, bugün Əhl-i-Sünnə çoxdur deyərlər. Yəni, ona görə xatırladım ki, Əhl-i-Sünnənin qaydaları var. Əhl-i-Sünnə deyəndə həmən də Əhl-i-Sünnəyəm deyir. Əhl-i-Sünnənin qaydaları var. Görürsən ki, əgər Əhl-i-Sünnə özü, əgər məsələn, hər bir alim, əgər onun özündə bu saydığımız problemlər varsa, onu Əhl-i-Sünnədən qəbulləmərlər. Və onda nəsə problem olmağını bəyan edirlər. Və yaxud da ondan elm götürmürlər, və yaxud da ondan o vaxtı rivayət götürmürlər. Nəyə görə? Çünki artıq o müxalif olur. Yəni, bunlar elə bir şeylərdir ki, saf insanın, mömin insanın, alim insanın sifətləridir ki, bunlar nədir? İnanır və qoruyub saxlayır. Və ona görə də həmçinin bütün məsələlərdə sələf salihə, yəni keçmişdəki qızıl dövrə, onlar da deyəndə əlbəttə ki, sahabələrdir, əhl-i beytdir, yəni və onlardan sonra gələn xeyirli insanlardır, mömin və alim insanlardır ki, onlar bu məsələdə nədir? Sabit olublar və onların ardıcan gedirlər və bütün məsələləri onlardan götürürlər. Heç vaxt, heç bir, yəni bugün yaşayan Əhl-i-Sünnə alimi heç vaxt sahabələrə müxalif deyil. Heç vaxt onlardan sonra gələn tabinlərə müxalif deyil. Heç vaxt ətba tabinlərə müxalif deyil. Heç vaxt onların yolunu gedən alimlərə müxalif deyil. Bax, onların da fikri eynidir. Bugün də həmin şeylər təkrar olur. Heç bir şey əlavə şey yoxdur. Təkrar. Hər şeyi təkrar gedir. Ona görə də, yəni onlar bu məsələdə həmişə keçmişə qayıdırlar, qızıl dövrə qayıdırlar və həmçinin onların, Allah onlara rəhmət eləsin, orta yol, ədalətli yol tutmaq və təsəvvür edin ki, Malik ibn Ənəs, rəhmətullahi aleyhi də İmam-ı Darül-Hicrə deyir ki, günümüzdə ən az olan şey insafdır. Təsəvvür edin, o vaxtda deyildi, insaflı olmaq Əhl-i-Sünnə sifətlərindəndir. Mütləq şəkildə insaflı olmalısan və ədalətli olmalısan. Və tarixə baxsan, görərsən ki, onlar həmişə ədalətli olurlar, həmişə orta yol tutublar, həmişə insaflı olurlar. Və kəzəlikə cəalnəkum ümmətən vəsata. Allah təala deyir ki, biz sizi orta ümmət olaraq yaratdıq. Orta ümmət. Yəni, hər bir məsələdə nə yalan danışmazlar, nə də gizlətməzlər. Nə məsələn, ifrata getməzlər, hədd aşmazlar, nə də bicanı olmaz. Ortada yol tutarlar həmişə. Hər bir məsələdə insafla yanaşarlar. Və həmçinin o məsələlərdən birisi də odur ki, öz ağıllarını heç vaxt qabağa buraxmazlar. Yəni ki, hər bir şeydən qabaq bayaqında qeyd elədik ki, yəni ağlı dəlillərdən üstün tutmazlar və bu həmişə ağlı şəriətə, Quran və sünnəyə tabi eləyərlər. Ona görə də həmişə bunların əqidəsinin sahih olması Əhl-i-Sünnənin və həmçinin onlar deməli, bu məsələlərdə kitab və sünnədən və sələfin yolunda möhkəm olurlar və həmçinin o məsələlərə şiddətli şəkildə yapışmalarıdır. Yəni, Əhl-i-Sünnənin azmamasının, doğru olmasının, ədalətli olmasının, bayaq saydığımız sifətlər bu Quran və sünnəyə şiddətli şəkildə yapışmasıdır və onun qəlbinin çevrilməsindən qorxmasıdır, yolunu azmasından qorxmasıdır. Hətta bizim Peyğəmbərimiz ki, Allah Taala onun keçmişdə etdiyi günahları, gələcəkdə etdiyi günahları bağışlamışdır və onun ən çox etdiyi dua nə idi? Allahumma ya muqalləbəl qulub, səbbit qalbi alə dini. Ey qəlbləri çevirən, məni qəlbimi dinində sabit elə. Və həmçə də dua eləyər ki, Allahdan
Allahdan Rasulullah sallallahu aleyhi ve sellem hidayət istəyərdi, doğru yol istəyərdi və həmişə onlar nədir? Görürsən ki, Rasulullah sallallahu aleyhi ve sellem özü möhkəm idi. Yəni, Allahdan onun keçmişdə etdiyi günahları bağışlamışdı, özü də bilirdi. Vəhiy eləmişdi Allah Teala. Və ancaq o nə idi? Bağlı idi. Şiddətli şəkildə bağlı idi. Şiddətli şəkildə ibadət edirdi. Şiddətli şəkildə nədir? Hər bir Allahın əmrinin özü birinci yerinə yetirdi. Bizim ən təqvalımız, ən xeyirlimiz o idi. Ona görə sələflər də bu yolu gedirlər. Əhl-i sünnə həmişə bu məsələdə də möhkəm olurlar. Və ona görə də onların bu yolda olması əlbəttə ki, labuddur ki, onlar bu haqq yolda olsunlar. Və həmçinin onlar bəziləri var ki, cidal edirlər, cidaldan uzaq olurlar, haqsız yerə, yəni höcətləşmədən. Və onlar mə darabu ləkə illə cədələn bəlhum qovmun xasımun. Və onlar nədir? Sənə ancaq höcət edirlər, höcətləşən bir qovumdur. Höcətləşən bir qovumdur. Yəni, o cür şeyləri də sevmirlər onlar, höcətləşmək. Yəni, gözəl şəkildə, əxlaqlı şəkildə nə edirlər, dəvət edirlər və öz dinlərinin möhkəm olmasını, sabit olmasını bilirlər. Və Malik ibn Ənəs bir gün məsciddə idi, Peyğəmbər s.ə.v məscidində bir nəfər gəldi, dedi ki, mən sənə sübut edeyim ki, mən haqq üzərindəyəm, səni münaqişə eləmək istəyirəm. Deyir, əgər mən deyir, qalib gəlsəm, sən mənə itibar eləyərsən, deyir, yaxşı, onda bir nəfər gəlsə, o bizə nə isə sübut edəsə, qalib gəlsə, bəs necə, deyir, onda onu dalıca gedəcəm, ona itibar edəcəm. Deyir, onda sən Allahın dini bir dənədir, başqa bir şey yox ki, bugün sən bu dində, bu yolda gedirsən, sabah o bütünə münaqişə edəcəksən, keçəcəksən o tərəfə. Yəni, əhl-i sünnə heç vaxt tələ olmur. Əlbəttə ki, tövbə edirlər, qayıdırlar, səhv eləyə bilirlər, onlar da məsum deyirlər, amma bu ayrı mövzudur. Ona görə də əhl-i sünnənin sabit qalmasına, bu əqidanın doğru düzgün olmasına, yəni bunlar hamısı danışdıqlarımız nədir? Dəlalətdir ki, bu əqidə, bu əhl-i sünnənin əqidəsi ən üstün və ən yüksək dərəcədədir. Və həmçinin onlar Allah Subhanahu taala ad və sifətlərinə, qiyamət gününə nədir? Sabit olan bütün şeylərə nə edirlər? İttifaq edirlər. Heç bir şeydə, əqidə məsələlərində ixtilaf eləmirlər. Allahın ad və sifətləridir, qiyamət günü haqqında, nələr ki, Quran və sünnədə gəlib, onlarda ixtilaf eləmirlər və bayaq dediyim kimi, başqa cürə özlərindən, ağıllarına nə gəldi də o haqda nağıllar uydurmurlar və s. Nə gəlib, onu deyirlər və onu qəbul edirlər və həmçinin onlar əhl-i sünnənin dəvəti heç vaxt gizli olmur, gizli danışmırlar, qarışıq danışmırlar, çaşdırmırlar, tam açıq şəkildə. Hətta məsələn, əgərlər mümkün deyilsə və yoxdur qoyulmursa, nətər ki, İmam Əhmədi qoymadılar müəyyən bir vaxt, dedilər ki, dəvət eləmə, çıxma evdən bayra, görsənmə buralarda və çıxmadı. Və heç vaxt xəlbətdən, gizli yollar, gizli söhbətlər, burada bir söz deyib, başqa yerdə başqa bir söz demək heç vaxt əhl-i sünnənin sifətlərindən deyil. Və ona görə də siz bunları görürsünüz ki, nətərdir və əhl-i sünnə yolunu gedənlər bax bu cür olmalıdır. Və bəzən deyir ki, mən də əhl-i sünnəyəm. Çünki qaydaları bilmir. Və görürsən ki, keçən il başqa şey danışırdı, Elşad Melis kimisi. 10 il bundan qabaq başqa şey danışır, 5 il bundan qabaq başqa danışır, 5 ay bundan qabaq başqa bir şey danışır. Aydınmı? Və yaxud da adındır, məsələnin Elxandır. Hələ onlar bunu bilirdilər, əvvəl bunu deyirlər, gizlində başqa şey deyirlər. Yəni onların bu yolda olması nədir? Cidal əhli olması, nədir? O xəyanət etməsi əhl-i sünnəyə, misal üçün dedim onları. Yəni bu onu göstərir ki, nədir? Bunlar nədir? Əhl-i sünnə yolunda deyirlər. Və ona görə də bu məsələlərdə bir-birinə tövsiyə eləməli və bir-birinə başa salmalıdırlar, Allahdan qorxmalıdırlar və Allah Subhanahu taala qardaşın evinə, malına bərəkət versin və Allah taala evladını salihlərdən eləsin. Allah ölkəmizi əmin-aman içərisində etsin. Allah bütün müsəlmanlara kömək olsun. Allah əsgərlərimizi qorusun. Allah əmin-amanlığımızı qoruyan qardaşlarımızı qorusun. Allah taala
o məğrəbəmizə, xalqımıza, cəmaatımıza hidayət versin, doğru yolu yönətsin. Allah Teala bizə xeyir qapıları açsın, tövbə qapıları açsın. Bu gözəl Ramazanda bizim günahlarımızı hamısını bağışlasın. Allah Teala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah bizə hidayət versin, doğru yolu yönətsin və əhl-i sünnənin yolunda sabit eləsin. Və Allah Teala ölkə başımızı da qorusun, onu xeyir üzərində eləsin, sağlam etsin və bütün işlərin də uğurlu etsin. Və Allah Teala bütün müsəlmanların başçılarını islah etsin, doğru yolu yönətsin, gücdə etsin. Allah Teala bütün müsəlmanları birləşdirsin. Allah razı olsun, barakallahu fikum. Subhanakallahumma bihamdik, nəşhədu an la ilahe illa ente, nəstəğfiruke və etûbü ileyk.